Salamlar hər birinizə, necəsiz? Ümid edirəm ki, hamınız yaxşısınız. Bugünkü vlogumuzda maşın satacağıq. Satacağımız olan maşın isə Abinco'nun maşınıdır. Millət, bir daha salam. İstəyirəm maşının detalları haqqında sizə qısa şəkildə məlumat verim. Maşınımızın üzərində ön və arxa hissəsində vinillə yığılmış nömrə, yan qapılarda etiketlər, arxa hissəyə gəldikdə bagaj kantı və jugliyası mövcuddur. Şüşələrimiz də boş deyil. Öndə günəşliklər, yanda adını bilmədiyimiz etiket və arkada pərdə var. Ümumilikdə dolu maşındır. Və istəyirəm ki, Abinco özü də maşın haqqında məlumat versin. Hər birinizi salamlayıram. Bəli, Nizat qardaşımızın dediyi kimi, maşın tam zövqə uyğun bir şəkildə yığılıb. 10 ayın maşınıdır. Bu dəqiqə platformanı idarə edən nolətlərdən biridir. 1 aydır məndədir və böyük bir kütlə əldə edib, böyük bir baxış yığıb. Mən də onu tanıtdım. Satmaqda məqsədim budur ki, artıq biraz da başqası sürsün, biraz da başqası bu maşından faydalansın. Ən çox da rənginə görə tanınıb. Yəni bu qədər. Alan narazı qalmaz yəni. Təşəkkürlər məlumatı üçün və bu günlük bu qədər millət. Maşın xoşunuza gəldisə, Abinco'nun səhifəsini aşağı etiketləyəcəm. Özündə məlumat alaraq maşını ala bilərsiniz. Və sonda olaraq yeni ilinizi təbrik edirəm. Yəni bu günə təsadüf etdi, amma nə etmək olar? Biz yenə də fəaliyyətdəyik. Video xoşunuza gəldisə, bəyənərək izləmədə qalıb bizim yeni videolarımızdan xəbərdar ola bilərsiniz. Və bu qədər. Növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun. Bu da beynim üçün bir dənə şeytan